Bu günləri bir pasiyent müraciət edib və pasiyentlə duruş problemləri ilə əlaqədar danışırdıq. Neçə yaşınız var? 22 yaşım var hal-hazırda. 13 yaşımdan başlayıb bu proses. 13 yaşınızdan. Bəli. Pasiyent soyunan kimi müayinəyə gələndə mən dedim ki, duruşda problemlər var və biz biraz da söhbət edəndən sonra müşahidə elədik ki, bu yeniyetməlik vaxtından pasiyentdə olub. Yeniyetməlik vaxtından siz duruşunuzu əyibsinizmi? Qamətinizi əyibsinizmi yeriyən zaman? Bəli, bəli. Bu barədə biraz məlumat verə bilərdinizmi? Yəni necə başlayır, nə hisslər keçirdirdiniz hər dəfə dik duranda, niyə dik durmaq istəmirdiniz? Dik duranda, hərəkət eləyəndə sinə sallanır, utanırdım. İsti havalarda jiletlə fırlanırdım ki, görsəmizsin. Çox kompleks yaradırdı məndə. Ümumiyyətlə, çəki verməzdən öncə, yəni bu vəziyyətdən, bu vəziyyətə gəlməzdən öncə mütləq şəkildə birinci, bu yolu necə gedəcəksiniz, onun strategiyasını təyin etmək lazımdır.